Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA 14 Liqası Ulduz sabah görüşünü sizlərə təqdim edirik. 14-cü turun mərkəzi görüşüdür. Ümid edirik ki, hər iki komandanın ifasında gözəl futbol izləyərək. Ənənəyə uyğun olaraq qonaq komandanın futbolçuları meydan sahiblərini salamlayır. Hakimləri sizin diqqətinizə çatdırıram. Baş hakim Rəhman İmami, ona kömək edir Yasin Cəbiyev və Samir Musayev. Onlara da hər iki komandaya bugünkü görüşdə bir daha uğurlar arzu edirik. Komandaların heyətləri ilə tanış olaq. Qonaq komanda sabahdan başlayırıq. Qapıda 1 Hüseyin Zeynalov, 4 Yusif İbrahimov, 6 Əli Məmmədli, 7 Ülvi Əlizadə, 9 Murad Məmmədzadə, 10 Həsən Ramazanov, 11 Həsən Məhmədov, 13 Səid Məhrəmzadə, 14 Xəyyam Məmməd Cəfərli, 48 Fatih Cəfərzadənin sabah futbolçuları hücum qurmağa çalışırdı. Müdafiəçilər bu epizodda topu uzaqlaşdırır. 48 Fatih Cəfərzadə, 90 Abbas Məmmədli, baş məşqçi İlqar Mənsimovdur. Ulduzlu heyət bu cürdür. Qapıda 1 Hüseyin Hüseyinli, 5 Fuad Yolçuyev, 7 Asif Allahverdizadə, 8 Yusif Kərimli, 10 Müşfiq Zamanov, 13 İsmail Allahverdi, 15 Mevlud Qasımzadə, 16 Murad Məmmədov, 17 Yusif Əlizadə, 19 Qərib Qürbətzadə, 20 Roman Həsənli, baş məşqçi Rüstəm Əliyev. Ehtiyat oyuncularla sizi tanış edirəm. Ulduzda 12 Murad Gözəlli qapçıdır, 4 Ayxan Qurbanzadə, 6 Fehruz Qəhrəmanov, 3 Əli Məmmədzadə, 18 Yusif Məmmədli, 9 Ülvi Mustafayev, 14 Nihat Beydərli. Asif topa çatacaq mı? Yusuf ona mane olur. Ulduzun sabahın ehtiyat oyuncularla sizə təqdim olacaq. Ulduz azarkeşləri komandalarına dəstəkləyirlər. 22 Said Eyvazlı qapçı, 12 Cemal İsrafilov, o da qapçıdır, 20 Rasim Cavadov, 5 Yusif Hacıyev, 27 Fərid İsmaillı, 2 Əli Hacıyev, 8 Oğuz Talıblı, 17 Oruç Nəcəfli, 19 Ayxan Əliyev, 3 Yusif Ağayev. Asif ötürməsi Ulduzdur. Qapıya zərbə. Yusuf'un zərbəsidir. Komandanın kapitanı qola yaxın olur. Outdan sabah topu oyuna daxil edəcək. Hörmətli futbol azarkeşlər, 17-ci turun bütün görüşləri başa çatıb, onların nəticələrlə sizi tanış edirəm. Dünənləri 2 görüş keçirildi. Gəlin bu hücuma baxa. Əla bir ötürmə. Roman yox. Ondan əvvəl Hüseyin topa yetişir. Zirə öz meydançasında Səba ilə 1-4 hesabı ilə məğlub olur Sabah. Hücumda Abbas Məmmədli qapçında keçməyə nail oldu, amma bunun davamını gətirə bilmir. İleriye doğru ötürmə. Ulduz hücumladı. Roman istiqamət edilmiş ötürmə idi. Geriyə qapçı Hüseyin de ötürmədə. Səfiyev Roman ötürdü. Asif qapıya zərbə və gol! Ulduz futbolçuları topu qapıdan keçirir. Asif Allahverdizadə golun adıdır. Roman Həsənli bu epizodda özü də fərqlənə bilərdi. Paxıllıq etməyərək ötürmə vermək qərarına gəlir. Hüseyin ötürmədə səhvə yol verir və bu səhvdən də Sabah qapısında gol görür. Roman ötürdü, oyundan kənar vəziyyət yox idi. Top ucu qapıya daxil olur. Ümid ki, bundan sonraki dəqiqələrdə hər iki komanda ifasında daha gözəl futbol izləyərək. Yusif Abbas uzaqdan qapıya zərbə. İlerliyə. Murad ötürməsi keçmir.
Yusif'dən gözəl hərəkətlər, amma cərimə meydançasında ona oynamağa imkan vermirlər. Həsən. Kapitan Yusif. Ülvi. Həsənlə oynayır. Həsən. İləriyə doğru ötürmə. Abbas istiqamətlə ama ötürmək keçmədi. Sabah hücumunu devam etdirəcək. Sağ cinahdan Həsən Ramazanov. Həsən qapıya zərbə, amma o qədər də qüvvətli olmayan. Bəlkə də zərbə edilmək fikrində değildi. Abbas topladı. Yusif, Ülvi sağlı oynuyor. Həsən Ramazanov. Həsən topa çatdı içəriyə doğru ötürmə, amma burada Sabah futbolçularının heç kim topa toxuna bilmir. Həsən qayda pozulmadı. Hakim devam işarəsi verir. Roman. Top uğrunda her iki komanda mübarizə aparır irəliyə doğru. Ötürmə Yusif. Kərimlə alt atışını yeni getirdi. Yeniden Yusif. Murat ötürdü. Asif çox sürətli də ötürməsi, amma yaxşı alınmır. Roman Həsənli. Roman Fatih'e gözəl şəkildə keçdi, topladı. Səid onun qarşısını kəsdi. Qapıya zərbə Hüseyin. Topu qaytar, hücum devam. Asif'dən zərbə alınmır və Ülvi topu qapı xəttindən çıxar. İkinciden zərbə ilə Yusif topu oyuna daxil edir. Başla zərbə və gol. 2-0. Ulduz üstün deyib bir qədər də artırır. Murad Məmmədov topu başla qapıdan keçirir. Yusif Kərimli bu epizodda məhsullar ötürməklə yadda qalır. Vurulan golun təkrarı bizə bir daha təqdim olunur. Uzaq direğe göndərilmiş bir top idi. Fatih. Bundan sonraki dəqiqələrə Sabahın işi bir qədər də çətinləşdi. Artıq 2 top hesabı ilə gerilir. Murad. Asif ötürmək gözləyir, amma o ötürmə vermək fikrində değildi. Sağlı oynuyor. Yusif. Asif. İlk golun müəllifidir. Murad'la oynuyor. Həsən Ramazanov. Ötürmə. Abbas Məmmədli sürət edir. Abbas qapıya zərbə. Hüseyin yaxşı oynuyor. Daha bir zərbə. Bu da qapçı və son anda Müşfiq özünü yetirir. 3-cü zərbənin indirilməsinə mane olur. 2-cüdən zərbə. 2-cüdən zərbə ilə Sabah topu oyuna daxil edir. Həsən. Yox, topa toxunmaq olmur. Ülvi. Sabah buraxılan qollardan birini əvvəldən tutmağı Həsən içəriyə doğru zərbə indirmək lazımdır. Bir qədər geriyə qapıya zərbə. Ülvi Hakim epizoda yaxın da 11 metrlik cərimə zərbəsi təyin edir. Və bu epizodda baş hakim Rəhman İmami əllə oyun qeydə alır. Sabah buraxılan 2 topun birinin əvəzini tutmağa çox yaxındır. Zərbəni kim endirəcək? Həsən Ramazanov. Sabahın 10 nömrəli oyuncusu. Hüseyin də qapısında diqqətlidir. Həsən Hüseyin duelini izləyəcək. Amma ondan əvvəl Rəhman İmami işarə verməlidir. Baş hakim topun ağ nöqtəyə qoymasını istedi və qapıcıya da öz göstərişlərini verir. Zərbədən əvvəl qapı xəttini tərk etməməlidir. Artıq son hazırlıqlar başa çatmaq üzrədir. Rəhman İmaminin işarəsindən sonra Həsən Ramazanov qapıya zərbə indirəcək. Və hakimdən işarə gəlir. Həsən topa yaxınlaşır, qapıya zərbə, top qapıdan keçir. Sabah komandası hesab arasında fərqi azaldır. Həsən Ramazanov fərqlənir. Stadionda səsləndirilir. Həsən Ramazanov buraxılan qollardan birinin əvəzini çıxır. Və vurulan bu qolun təkrarı bizə bir daha
təqdim olunur. Gol TV üçün hansısa komandanın qələbə qazanmasının önəmi yoxdur. Əsas məqsəd baxımlı futbol izləməkdir. Həsən içəriyə cərimə meydançasından topu qapıya göndərir. Olduqca təhlükəli zərbə izləyirik. Outdan Əli topu oyuna daxil edir. Və beləliklə görüşün ilk hissəsi başa çatır, qısa fasiləyə ayrılır. Oyunda birinci hissə yekunlaşır. Xatırladaq ki, komandamız 2-1 hesabı ilə irəlidədir. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri AFFA 14 liqasının ulduz sabah görüşünün ikinci hissəsini izləyirik. Murad Məmmədov, onun bu görüşdə bir qolu var. Cərimə meydançasından cərimə zərbəsindən topu oyuna daxil etdi. Azarkeşlər susmaq bilmirlər, ulduzu irəliyə qələbəyə səsləyirlər. İçəriyə ötürmə başla qapıya. Zərbə Yusif o qədər də təhlükəli olmayan zərbə ilə yadda qalır. Həsən Məhmədov ötürdü. Abbas sabah hücumda çoxalmağa çalışır, amma ötürmə keçmir. Murad hakim davam edir. Mövlud hörmətli futbol azarkeşləri qeyd edim ki 17-ci turun bütün oyunları başa çatıb. Nəticələrlə sizi tanış edirəm. Səbail səfərə 4-1 hesabı ilə qələbə qazanır. Neftçi təsiri 7 cavabsız qolla məğlub etdi. Elə bu meydanda təxminən 1 saat bundan əvvəl başa çatan oyunda Rofum vətən oyununda qapılara qol vurma. Həsən aynı bir diqqətli Həsən qapıya zərbə, amma bu topun qarşısı kəsilir. Üçüncüdən zərbə. EFA isə Milli Aviasiya Akademiyasında Qarabağı 2-1 hesabı ilə məğlubiyyətə uğradır. Bu isə 17-ci turun sonuncu oyunudur. Həsən Ramazanov, Həsən qapıya zərbə və hesab bərabərləşir. Həsən Ramazanov uzaq küncə dəqiq zərbə indirir. 2-2. Hər şey yenidən başlayır. Golun təkrarı bizə bir daha təqdim olunur. Yusif. O bugün bir məhsullar ötürməklə yadda qalır. Həsən Ramazanov uzaq küncə bu cür gol vurur. 2-2 bərabərlik var. Turun mərkəzi oyununa yaraşan bir oyun izlədik. Hər iki komanda bugün futbol oynayır. Əli Hacıyev sabahın heyətində meydana daxil oldu. Roman Yusif ötürməsi yaxşı alınmır, amma indi Yusif qapıya zərbə qapıcı Hüseyn topun qarşısını kəsir. Əli Hacıyev Abbasla oynayır. Həsən Hüseyin topu uzaqlaşdırır. Roman Həsənli ikinciden zərbə ilə topu oyuna daxil edəcək. Onun bu oyunda bir məhsullar ötürməsi var. Roman içəriyə doğru ötürməyə başla qapıya. Zərbə top qapıya daxil olur. Ulduz futbolçuları yenidən hesabda öne çıxır. Ülvi Mustafayev topu qapıdan keçirir. Sabah komandasının qapısından topu Ülvi Mustafayev keçirmişdir. Azarkeşlərin də bəziləri meydançaya daxil oldu. Golun təkrarı bizə bir daha təqdim olunur. Roman Həsənli
və dizi ilə, bəli. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək 1 nömrəli qapıcı Hüseyn Hüseynli. Artıq görüşün sonlarına doğru gedirik. Ulduzun 3-2 üstünlüyü davam edir. Həsən Ramazanov sağ cinahla içəriyə doğru ötürmə qapıya zərbə və top qapıdan. Yox, top qapıya daxil olsa da yan xəta kimi bu epizodda qayda pozuntusu qeydə alır, etirazlar var və artıq qərar dəyişməyəcək, qol qeydə alınmır. Hörmətli futbol azarkeşləri sabah 2 top fərqini aradan qaldırsa da görüşün sonlarında Ulduz bir qol vuraraq qələbə qazandı. Beləliklə görüş başa çatır hörmətli futbol azarkeşləri hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Sabahdan 10 Həsən Ramazanov, Ulduzdan isə 20 Roman Həsənli. Sağ olun, sağlam olun.